deməli universitet alimlərindən biri yaxın qohumlarının birinin ziyarətinə gedir London şəhərinə. Görüş baş tutur və restoranda onun üçün ziyafət verirlər. Həmin o sifarişlərin əsnasında onlardan icazə alır, harasa gedir. Və müəllim əməlli gecişir, doktor gecişir. Söyləyir ki, bəs namazımı qılmalıydım ona görə. Həmin insan adı Asim olur. Deyir ki, doktor, hələm də namaz qılırsınız. Deyir, o nə deməkdir ki, hələm də namaz qılırsınız? Londona gələndə Allah unutulur yəni. Deyir, doktor, sizə suallar verə bilərəm. Deyir, olsun. Fərz eləyək, yəni bu bir fərziyyədir. Doktor, öləndən sonra sizə məlum oldu ki, sizin qıldığınız namazların heç bir mükafatı yoxdur. Çünki nə cənnət var, nə də saqar var, cəhənnəm. Doktor cavabında deyir ki, ən azı bildim ki, mənim xaliqim, məni yoxdan var edən, ibadətə əhliyə və haqq olana ibadət elədim. Bu mənə bəs eləyər. Ali ibn Əbi Talibin sözlərini sənə gətirəm. Ey Rabbim, sənə nə cəhənnəminə qorxu olaraq, nə də cənnətinə görə rəğbə olaraq yox, sən ibadətə haqq ilah olduğuna görə sevərəkdən ibadət etdim. Belə deyəcəm. Öləndən sonra məlum oldu ki, Allah da yoxdur, cənnət də yoxdur, cəhənnəm də yoxdur, mükafat da yoxdur, cəza da yoxdur. Həyatında heç içki içdinmi, doktor? Viski, kanyak. Doktor, bu boyda həyatı yaşadın və sən bunun həzzini almadan dünyadan keçdin. Bunun dadına baxmadan. Yenə də mən itirmədim. İçkinin fəsadları sayılıb qurtarılmaz. Düzdürmü? Yenə də mən itirmədim. Doktor, yəqin ki, məğlub olmağım sizi çox sevindirdi. Deyir, yox, sevindirmədi. Əksinə çox məni üzdü. Deyir, niyə görə? Çünki mən də sənə sual hazırlamışam. Bircə kəlimədən ibarət bir sual hazırlamışam. Bacarırsansa ona cavab ver. İndi sənin fərziyyənə gedək. Olmadı, elə oldu belə. Ölüm anında ölüm mələklərini gördün. Ruhunu çıxardıb, cəhənnəmdən getirdikləri qıldan olan üfunətli kəfən var, ora saldılar. Səmanın qapılarından keçirtdilər, açılmadı qapı. Oradan qəbirə düşürtdülər, ruh dünyası var, qəbir əzabı var, saqar var, mizanın tərəzin önünə gəldin. Nə deyəcəksən? Və təsəvvürlə, ölüm anında mələkləri görməyin kifayət eləyəcək ki, ey Rabbim, səhv elədim. Məni geri döndərin. Mən yanıldım. Dönmə şansı artıq ölüm mələyin görməklə dayanır. وَلَوْ تَرَا اِذِ الْمُجْرِمُونَ نَاكِسُ